Salam, vaxtınız xeyir olsun. Biz yenidən dağa köç etmişik arılarımızla bərabər. Artıq arılarımızı yerləşdirmişik. İndi isə onlara ramkalar hazırlayacağıq. İstəyirəm sizlə bərabər hazırlayaq. Arıçılar təbii ki, özləri bilirlər. Amma yeni arıçılar varsa da, kiməsə kömək edə biləriksə, sevinərəm buna görə. Çalışacağıq ramkanın sıfırdan hər detalını sizə göstərməyə. Ümid edirəm sizə maraqlı olar. Pişiyimiz də gəlib, onunla bərabər bir yerdə hazırlayacağıq. Arılarımız üçün ramkalar düzəltmək üçün birinci onların çərçivələri üçün taxtalar kəsib hazırlayırıq. Deməli, beləncə bütöv taxtalardır. Biz bu taxtaları hazır alırıq, yoxsa özümüz, bunu da özümüz düzəldirik də. Deməli, birinci hissə taxtaları bu şəkildə kəsib hazırlanır. İkinci hissə artıq bu bizim mişarla ölçünü qoyuruq. Burada ölçünü qoyuruq. Daha doğrusu mən eləmirəm, mən çəkənəm. Ölçünü qoyuruq yoldaşım. 1 santlıq. Bunlar 1 sant şəklində. Ölçünü hazırlayandan sonra deməli bu taxtalar, bu çərçivə 24'lük ramkanın çərçivəsidir. Bu 30'luq, 31'lik ramkanın çərçivəsidir. Hər birindən belə mişarla çəkəndə 7 cüt, yəni 7 ramkalıq bizim burada taxtalarımız, kəsəndə taxta alınır. Belə özün düzəldəndə həm maraqlı, həm də əlverişli olur. İndi bunları cəmləşdirəcəyik. Onu ayrı görəndə birindən neçə dənə çıxır da gün. Dəqiq 25 dənə başlığımız var. 25 dənə başlığa görə. Bunların ölçüsü nə qədərdir, en uzunu? Bu 30'dur. Bu 24, 223'dür. Yəni bu 24'lük ramkaya gedir, Hə, bu böyük ramkaya. 24'lüyə gedir. Bu 24'lüyə, bu 24'lüyə. O da 30'da, 31'ə. 31'ə. Ama 24'lük ramkalar qəşəng olur. Hansıda ikisindən də varımızdır da. Bunun qalın, taxtanın qalınlığı nə qədər olur? Özünün asılıdır da. Yox. 0,8'dən 1'ə qədər olmalı. 0,8'dən 1'ə qədər. Bir. Tərtəmiz birdir. 1 milimetr. 10 mil, 1 santimetr. 1 santimetr. Yığacağıq indi bunları biz. Sonra ahırda hələ bir kəsək biraz, motor da dincəlsin.
üsttəki ölçü ilə deməli altdakı eyni bütün ramkalara uyğun gəlsin deyə. Şablon istifadə edirik. Şablonlar. Hə? Şablon olsun da. Hamısının ölçüsü eyni gəlir. Baxın. Bir dənəsini çıxardırıq ölçü. Digərlərinin hamısı onun üzərində. Deşik açılır. O direlim. Deşiklərin o bizim bu nədir bunun adı? Sverlomuzun diametri 2 millimetrdə. Yəni bütün deşiklərin hamısı 2 millimetrdə. Gördünüz, artıq yekunlaşdırdıq. Bu prosesi də az qalıb. Sonra artıq bir-birinə birləşdirmə hissəsinə keçəcəyik. Bu bizim kısa olan hissələrdə, uzun ölçülərimizdə. Görürsünüz, hamısı hazırdır. Deməli, birdən elə fikirləşərsiniz ki, bu yeşikdə arı var. Yox, arı yoxdur. Arımız boş yeşikdir. Üzərində sadəcə olaraq qoyub. Bayaq o çəkdiyimiz çərçivələri indi birləşdiririk. Artıq ramka halına salmaq üçün. Mismarlarımız 4 santının diametrdə 1,8-dir. Yəni balaca mismarlardan da edilir, amma balaca mismarlar da möhkəm olmadığı üçün yəni biz belə bu ölçüdə mismarla düzəldirik. Bu bizim 24'lüktür də çərçivəmiz. Soruşa bilərsiniz ki, o balaca hissə bir mismarı bəs edərmi? Bəs edər, amma pətəklər dolanda ağırlıq edir və yaxud da belə daha möhkəm olur. Yəni onu da denəmişik, amma 2 mismar vuranda daha möhkəm alınır. Biz artıq sınaqdan çıxardıq. Neçə illərdə ən yaxşı versiyasını göstərdik. Yəni özümüz bir hazırlıq artıq neçə ildir.
Bax görürsünüz artıq hazır eləmişik. Bu bizim 24'lüklərdir. Aşağıdakılar. Yuxarıdakı hazırladığımız isə və bunlar isə fərqli 31 olan ramkadır. Sonra biz artıq bunun simləmə prosesini göstəririk. İndi biz hazırladığımız çərçivələrə bax simlər üçün qabaqcadan altyapısını hazırlayırıq. Bu deşiklərin hər iki tərəfini skoba vuranla möhkəmləyirik. Bu nəyə görədir bilirsinizmi? O məftillər simləri çəkəndə, bəs çəkəndə o taxtalar zədələnir. Simlər də içinə keçir orada. Ona görə hər iki tərəfini belə möhkəmlədirik. Hər iki tərəfdə bunu bərkitləmə prosesinə başlayırıq. Bu bizim 24'lük ramkamızdır. 24'lük ramkaya 1 metr 70 santı. Biraz zəhmət olmasa aşağıda ilə. 24'lük ramkaya 1 metr 70 santı sim gedir. 31'lik ramkaya 2 metr 20 santı gedir. Yəni o 20'nin 20'si sonradan lazımsız olur. Çünki bu simləri darta etmək üçün mütləq biraz uzunluq lazımdır əldə. Bax beləcə. Mütləq bunu darta etmək lazımdır. Yoxsa sonra həmin simlər möhkəm olmur pətəkdə. Biz bunun o baş taxtanın, bax bu baş taxtanın aşağı taxtanın düzəldilməsini, makinada çəkilməsini təəssüf ki çəkməmişik. Yəni alt taxtaları. Ancaq yan taxtaları çəkmişdik. Bu baş taxtaların uzunluğu nə qədər olursa? 47, 470 millimetr. Millimetrlə yox, santimetrlə 47 santıdır. Alt taxtalar 41 santıdır. Bəs qalınlıqlar nə qədər olur? Baş taxtanın elə bir ki, qalınlığı 2 millimetr, 2 santimetr, eni 2,5 santimetr. Çox heyf ki, o hissəsini, çəkilişini çəkməmişəm. Amma belə taxtalar hamısı hazır da satılır. Alıb özünüz də quraşdıra bilərsiniz, əgər alət yoxdursa da heç birini çəkməyə. Bu 24'lük ramkalarda 3 sıra sim gedir. 31'liklərdə isə 4 sıra ip dediğim sim gedir. Bax görürsünüz, o 1.70'dən bax bu qədər də artıq qalır. Sadəcə o bizə dartmaq üçün lazımdır. Hardasa 15 santi artıq qaldı. Hardasa 1.55 gedir. Görürsünüz nə qədər möhkəm olur. Beləcə. 31'lik ramkalarda artıq hazır edilib hamısı. Bunlar isə artıq biraz hazırlanıb davamı olunacaq 24'lük ramkalarda. Sonra isə artıq donlamaq deyirik, şanı hissəsini çəkəcəyik. İndi biz artıq ramkaların şanlanmasına başlayırıq. Bu bizim 24'lük ramkamızdır. Deməli o şanalar arıçılar özləri bilirlər. Yəni hazır şəkildə 24'lük üçün də 24'lüyün ölçüsündə də satılır. 31'in ölçüsündə də satılır hazır. Amma yox, əlinizdə 24'lük yoxsa da məsələn kəsib bu ölçünü çıxarda bilərsiniz özünüz. Deməli ilk növbədə bu hissəsini bərkidirik. İşte mən kömək edirəm. Biraz da belə. Çünki sonra bunu biz özünün o təkərciyi var, onunla yapışdıracağıq. 31'likləri artıq bu qədər hazırlamışıq. İndi bu 24'lüklərimizdə. İlk növbədə bu hissəsini hazırlayıb, indi artıq 31'lik ramkaların şanlanmasına, donlanmasına başlayırıq. Bizim əlimizdə elə bir ki 24'lük yox idi. Ona görə bax görürsünüz kənarından ölçünü çıxardıb öz ölçüsündə bunun baş hissəsi bir də 2 uzunluğundan götürmüşük.
niyə görə belə edirik? Yəni düzgün olsun. Çünki bəzən şanlar təzə olanda yumşaq olur, çox qəşəng. Ölçünü götürmək olur, amma biraz bərk olanda qırıla bilər. Ona görə düz dibə qədər və bu hissəsini dibə qədər yox, biraz da uc hissəsindən bərkitmək lazımdır ki, yoxsa orada bu aralanır, ramka zayı olur onda. Və bu işləmdə keçir. İndi biz qoymuşuq həmin o təkərcikləri isinməyə qazın üstünə. Baxın. Orada artıq soyuyan kimi yapışacaq, möhkəm olacaq bu. 24'lüyü də həmin proses işləm gedir. Dibinə qədər onu etmək lazım deyil. O isti orada isə əridir, ramka aralanır. Bu iş qutardı. Artıq bundan sonraki prosesdə bizdə indi çəkib göstərəcək bu setka hissəsindəki yapışdırmalar olacaq. Bunun üçün bizə deməli nə lazımdır? İsti su, bir fincan isti su lazımdır. Bir də həmin bayaqki təkərcik. Bir də taxtamız lazımdır. Fincan qaynar su və bu qaynar suyun içine salırıq. Bu isinir. Sonra belə bir qəlb lazımdır. Bu qəlbləri hazır satırlar, amma biz də özümüz düzəltmişik. Həmin bu qəlblə 31'lik ramkanı da, 24'lük ramkanı da şanlamaq mümkündür. Amma ilk növbədə bu taxtanı mütləq yaxşı islatmaq lazımdır. İslatmasaq şanılar yapışar bura. Ona görə mən də aparıb bunu yaxşıca isladacağım. İçinə qoyuruq, bu isinir. İsinəndən sonra beləcə taxtanın üstünə qoyuruq. Taxtanın üstünə qoyuruq. Lap bərk etmək lazım deyil, çünki o kəsə bilər onu. Ehtiyatla. Demək, bu altdakı qəlb var, taxta var ki, o hazır satılır, amma bunu biz özümüz çıxartmışıq. Baxın. Gördünüz? Heç bir yeri çırılmadı. İndi biz digər elə bir ki, bu 31'liyi edirəcək. O tərəfdən bu tərəf edə bilərsiniz, zəhmət olmasın. Bizdə bu telləri möhkəm çəkilibdir ya, ona görə bu qəşəng alınır. Amma bu telləri, məftilləri sərt etməyəndə baxırsınız ki, bu işləmi görəndə də düzgün alınır. Baxın. Gördünüz, hər şey qaydasındadır, heç bir yerində də heç bir kəsik yoxdur. Qəlbimiz də burada, məsələn, bunu hazır satırlar, bu ramkanın ölçüsünə görə düzəldilir. Bizdə isə özümüz düzəltmişik. Bu qədər. Artıq ramkalarımız hazırdır. İndi hamısını arıların içine yerləşdirəcək. Bunlar 31'liklərdir, 24'lüklərdə digər setkadadır. Hələlik bu qədər. Təşəkkür edirəm hər birinizə.